Hamıya salam. Bugünkü videoda magistratura imtahanlarına hazırlıq üçün istifadə olunan məntiq suallarından birinə baxacağıq. İzaha keçməmişdən qabaq videonu dayandırın, özünüz həll edib cavabı tapmağa çalışın. Daha sonra izaha baxıb doğru yazıb yazmadığınızı yoxlaya bilərsiniz. İndi isə başlayaq sualın izahına. Bu tipli sualları həll etmək üçün şərtin son hissəsindən başlayırıq. Yəni A-nın yerinə 16 yazırıq, B-nin yerinə isə 5 yazıb hesablayırıq. Yazaq. Birinciyə əsasən. Bunun da qiyməti olacaq 16 və 7. İndi isə 16 və 7-ni ikinciyə əsasən sadələşdirək. Və bu qədər sadə. Doğru cavab olacaq A variantı.